Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videomuzda sizlər üçün tələbə qəbulu 2026 ali təhsil müəssisələrinin qəbul imtahanı ikinci mərhələsi üçün inşallah bilirsə bütün fənlərdən deməli test nömrə təqdim olunubdur. Biz inşallah bu videomuzda sizlər üçün 4-cü qruplar üçün olan deməli 2026 model sualları izah etməyə çalışacağıq. Video başlamışdan əvvəl kanala abunə olub videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazmağı unutmursunuz dəyərli şagirdlər. Yallah. Birinci sualda uşaqlar bizə bir reaksiya veribdir. Deyir, tarazlıq anında həcmin 1 litr olan qabda 0,8 mol XY100, 0,4 mol XY2 və 0,2 mol Y2 vardır. Tarazlıqda olan bu sistemin temperaturunu dəyişdə yaranan yeni tarazlıq halında qabda 1,3 mol qaz qarşı olur. Bu tarazlığın tarazı saatini hesablayın. Ümumiyyətlə uşaqlar, əvvəl tənli yazaq. İndi mən bu sualı sizə ətraflı bir şəkildə izah edəcəm. İnanın ki, tam başa düşərsiniz. Deməli, 2x Y2 qaz üzərinə gəlinsin Y2 qaz. Deməli, qardaş, biz əslində bu tip suallarda qatlıq dəyişməsi ilə gedən suallar işləmişik və adətən burada birinci nə edirdik? KT-ni tapırdıq və ondan sonra irəliləyirdik. Çünki qatlıq dəyişəndə taraz sabiti dəyişmir. Amma burada temperatur dəyişdiyi üçün uşaqlar biz KT-ni işləməyəcək. Çünki temperatur dəyişəndə tarazlıq sabiti də dəyişir. Ümumiyyətlə, növbəti tarazlıqda, yeni yaranan tarazlıqda bu kimi sualları həll edən zaman mən sizə nə demişdim? Tarazlıq 1, tarazlıq 2 ilə işləyirsiniz. Həmişə birinci tarazdakı miqdarlar növbəti tarazlığın başlanğıc rolunu oynayır. Buraya yazıram 0,8 mol deməli uşaqlar XY3-ümüz var, 0,4 mol XY2 və 0,2 mol da Y2-miz var. Qardaş, bax, indi burada birinci sual bilirsiniz nədir? Tarazlıq A tərəfə yönəlibdir. Birinci sual budur. Qardaş, bunu tapmaq ən asan yolu uşaqlar artıb azalma ilə tapmaqdır. Sözü abituriyentlərə belə sual indi kimi təqdim olunmayıb da, heç nə modeldə, nə topluda filan, amma bu sual qəşəng sualdır. Deməli 0,8, 0,4, 0,2 bunları cəmləyirik. Eləyir 1,4 mol. Amma sən fikir verirsənsə, növbəti tarazlıqda uşaqlar qaz qarşılıqlı 1,3 mol olubdur. Neyinibdir? Azalıbdır. İndi məntiqi bir işlətkinə. Gəl reaksiyaya baxaq. Solda 2 moldur, sağda 3 moldur. Əgər tarazlıq sağa yönəlsəydi, növbəti tarazlıqda, yəni hansı ki tarazlıq 2 deyək buna, qazların mol miqdarı artardı. Amma qazların mol miqdarı 1,4-dən 1,3-ə düşübdür uşaqlar. Deməli, neyinibdir? Azalıbdır. Tarazlıq sola yönəlibdir. Çünki solda 2 moldur, sağda 3 moldur. Sola yönəlib ki, qazların mol miqdarı azalıbdır. Bunu bildin mi? Olay bitdi. Nə qədər azalıbdır? 1,4-dən 1,3 çıxıram. 0,1 mol bir azalma var uşaqlar. 0,1 mol azalma var. İndi uşaqlar, bu nədə tətbiq eləyəcək suala? Baxın, 3-dən 2-yə. Burada 1 mol azalma var, elə deyil. Bax, 1 mol azalma olanda, 1 mol azalma olanda 1 mol Y2 reaksiyaya daxil olur, 2 mol XY2 reaksiyaya daxil olur, 2 mol XY3 alınır. Və salam qutadı getdi. Nisbət məsələsidir də. Bir də təkrarən deyirəm, 3-dən 2-yə 1 mol azalır. 1 mol azalma olan zaman 1 mol Y2, 2 mol XY2 reaksiya daxil olur və 2 mol da XY3 alınır. Deməli 0,1 bunlar reaksiya daxil olanda, bundan 0,2 daxil olacaq. Bunlar nə qədər alacaq? Uşaq 0,2 alınacaq. Vəssalam, tarazlıq 2-də bu 1 mol olacaq, bu 0,2 mol olacaq, bu da 0,1 mol olacaq. Bunu biləndən sonra artıq biz rahatca KT-mizi hesablaya bilərik. Uşaq KT-ni tapmaq üçün bilirsə, tarazlıq qatlıqlarından istifadə edirik. Qabın həcmi də 1 litr olduğu üçün, hanı qabın həcmi? Hə, vermişdir burada. Qabın həcmi 1 litrdir. Bizə daha 1-ə bölməyə ehtiyac yoxdur. Çünki daha onsuz da qabın həcmi əgər 1 litrsə, avtomatik olaraq C bərabərdir nü bölü V-də. Deməli, C elə nüyə bərabərdir. KT-mizin düsturunu yazırıq. KT bərabərdir. Deməli, x, y 2-nin kvadratı, x, y2-nin kvadratı vurulsun. Deməli, y2 bölünsün. X, y deməli, 3-ün, bizə dəqiqə, x, y3-ün kvadratı. Bərabərdir yerinə qoyaq. Deməli, 0,2-nin kvadratı, 0,2-nin kvadratı vurulsun, 0,1 bölünsün 1-in kvadratı uşaqlar. Bölünsün 1-in kvadratı. O da bərabərdir 0,4 eləyəcək. Cavabımız orada Y variantı birinci sualda. Keçək ikinci suala. İkinci sualda bizə nə veribdir? Deyir ki, bizə dəqiqə, rabitələr, karbohidrogen veribdir uşaqlar. Molekulun rabitələrin əmələ gəlməsinə iştirak edən qeyri-orbitalların ümumi sayı 2-yadır və karbonun rabitələrin əmələ gəlməsinə iştirak edən qeyri-orbitalların sayısı A-dır. Qardaş, birinci növbədə mən sizə demişdim ki, bütün karbohidrogenlərdə qeyri-hibrid orbitalların sayını tapan zaman hidrogenlərin sayı uşaqlar üstə gəlinsin, 2 vurulsun pi sayı. Yaxşı mı? Bu bizim əsas düsturumuzdur. Qeyri-hibrid orbitalın sayını tapan zaman. Rabitəli iştirak edənlər uşaqlar.
Gəlin başlayaq bir-bir yazaq. Deməli, benzol. İnşallah benzol Cl-H6. Bunu özüm açıq formada yazıram. İndi deyəcəm bunu sizə niyə belə yazıram. Deməli, benzolumuz CH, 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 bu şəkildə CH, CH, CH. Qalar, burada qeyri-hibrid orbitalların sayını tapan zaman, qeyri-hibrid orbitalların sayını tapan zaman, deməli, hidrogenlərin sayı 6 üstə gəlinsin. Qalar, burada bir məsələ var. Bu yumru var, bu 6 elektronlu pil sistemidir. Bunu karbonun hibridləşməmiş orbitallar, p orbitallar yaradır. Uşaqlar. 6 elektron pil sistemidir. Elə ki, bu dairəni yaratmaq üçün hər karbonun bir dənə p elektronu buradadır uşaqlar. Məktəb kitabında bu qayda var. Hər karbonun bir dənə p elektronu buradadır. 6 plus 6 bərabərdir 12. Demək uşaq, cəmi qeyri-hibrid orbitalların sayı 12 oldu. Bəs karbonun nə qədərdir uşaqlar? Karbonun isə qeyri-hibrid orbitallar 6. Çünki uşaq bu hidrogenləridir. 6. Və həqiqətən ödəyir, fikir ver, 12 6-dan 2 dəfə çoxdur. Bizə lazımdır ki, ümumi qeyri-hibrid orbitallar rabitədə iştirak edənlər. Deməli, karbonun qeyri-hibrid orbitalları 2 dəfə çox olsun. Bəli, bu ödəyirmi bunu götürəcək. 1 dəqiqdir. Gəldirəm indi ikinci uşaqlar. İkinci asetilendir. Asetilen HC 3 qat rabitə CH. Deməli, qeyri-hibrid orbitalların tapaq. Hidrogenlərin sayı 2 üstə gəlinsin. Pi rabitənin 2 vur pi rabitənin sayı. Çünki pi rabitənin hibridləşməmiş orbitallar yaradır. 4. Bu da bərabər neçə edəcək uşaqlar? Deməli, toplam eləyəcək 6 dənə deməli bizdə qeyri-hibrid orbitalı var. Rabitənin yaranmasına iştirak edən qeyri-hibrid 6 dənədir. Uşaqlar, burada 2 də birini hidrogenlərin sayıdır. Bax, burada növbəti bu 4 ki var. İnşallah bu 4 karbon-karbon arasında olanlardır. Bu pi rabitədir. Elə deyilmi? Deməli, burada sırf karbonun neçə dənədir? 4 dənədir. Təbii ki, burada 6 4-dən 1.5 dəfə çoxdur. Onu götürməyəcəyik. Gələk növbəti üçüncüsünə etilen. Etilen bilirik ki, deməli, HC 2 qat rabitə, deməli, bu şəkildədir bizim etilenimiz. Burada da yenə qeyri-hibrid orbitalların sayını tapanda hidrogenlərin sayı 4, üstə gəlinsin uşaqlar. Deməli, burada bir dənə pi rabitə var. 2 vurulsun 1, 2 toplam elədi neçə uşaqlar? 6. Bəs karbonun nə qədərdir uşaqlar? Karbonun bilirsiniz də burada karbon-karbon arası, çünki başqa yoxdur. O da 2 dənə uşaqlar. Burada 6-nı 2-yə böləndə 3 edir. Ona görə bu da olmayacaq. Ən nəhayət gəldik. Dördüncü propin. Propin HC 3 qat rabitəsi. Deməli, CH3 bu şəkildədir. İndi gəlin burada qeyri-hibrid orbitallarını tapaq. Demək, hidrogenlərin sayı 4 üstə gəlinsin. 2 vurulsun pinin sayı. Burada karbon-karbon 2 dənə pi rabitə var da. Bərabərdir 8 uşaqlar. Amma sırf karbonun istənən 4 dənə. Uşaqlar, karbonun qeyri-hibrid orbitalları pi rabitəni yaradanlardır. Burada da həqiqətən 8 4 dənə dəfə çoxdur, 2 dəfə çox. Deməli, cavabımız olacaq 1, 4, Y variantı ikinci sualda. Keçək üçüncü suala. Üçüncü sualda bizə qarışıq verilibdir. Deməli, kalsium karbonat və kalium hidrokarbonat. Qarışıq ümumi kütləsi 90-dır. Parçalama məhsullarının mol miqdarlarını veribdir. Bir də reaksiyadan sonra bərk qalın kütləsi 70,6 olubdur. Mən bu sualı sizin bəsit formada izah edəcəm. Diqqətlə qulaq asın. Demək olar, birinci parçalama tənlərimizi yazaq. Kalsium karbonat nəyə parçalanır? Kalsium ilə karbon qazına parçalanır. Ondan sonra bizdə kalsium CO3 bərkdir, kalsium o da bərkdir. Gəlirəm növbəti kalium hidrokarbonatın parçalanmasını yazıram. O da nəyə parçalanır? Kalium 2 CO3, karbon qazı, bir də su uşaqlar. Belə bu şəkildə bu bərkdir, bu da bilirsiniz qazdır. Bu da maye halda və ya da su buxarı şəklində düşünə bilərsən. Qardaş, bax, burada məsələdən ibarətdir. Bərk qalıq əvvəl 90 idi, sonra 70,6 oldu. Niyə azaldı bərk qalıq? Çünki proses nəticəsində fikir ver, karbon qazı və su alınır. Və bunlar bərk deyil uşaqlar. Azalma bax onlara görədir. Zaten mən burada karbon qazının molunu, deməli, karbon qazının kütləsini, suyun kütləsini tapıb, azalmaya bərabər eləsəm, avtomatik olaraq məsələ həll olmuş olacaq. 90-a 70,6-ya gəlib. Azalma nə qədərdir? 19,4 qram burada azalma var. Yenə deyirəm, azalma kimə görədir? Karbon qazı və uşaqlar suya görədir. Burada hər birinin kütləsini tapıram. Uşaqlar qeyd edelim ki, Mr CO2 44-ə bərabərdir. Mr suda nəyə bərabərdir? 18-ə bərabərdir. İndi burada 44 eni vururam 44-ə, üzərinə gəlin. Uşaq karbon qazının molu. Eni vururam 18-ə, bərabər edirəm 19,4-ə. 194 n bərabərdir 19,4. Buradan da n bərabərdir 0,1 mol. Deməli, uşaqlar, proses nəticəsində 0,1 mol su alınıbdır, 0,4 molda karbon qazı alınıbdır. Və salam, 1 mol su alınan zaman, uşaqlar, nə qədər kalium hidrokarbonat reaksiyaya daxil olur? Bir dənə Mr kalium HCO2 hesablayaq. Deməli, 39 üstə gəlinsin 1, karbon 12-dir, üstə gəlinsin 48, o da bərabərdir 100 eləyəcək. 2 moldur, 200-dür. Bəs özümə sual verirəm, 0,1 alınanda nə qədər reaksiyaya daxil olmalıdır? Buna bir x deyirəm və buradan x də bərabərdir 20 qram.
Deməli, reaksiya daxil olubdur. Və uşaqlar diqqətli olmanız, toplam 90 qramdır. Və bu kalium hidrokarbonatın 50% parçalanırsa. Deməli, qardaş, 50% 20 qram eləyirsə, məntiqi işlətdə, o hansı ədəddə onun 50% 20 eləyir? 40. Deməli, kalium hidrokarbonat 40 qram olubdur ki, onun 50% parçalanıbdır. Deməli, bu 50, 40 qramdırsa, avtomatik 90-dan 40 sıra bura nə qalır? 50 qalır. Bir təkrar edirəm. Bu uşaqlar 20 qram parçalanır, bu da 50%-dir. Əgər 20 qram 50%-dir, özümə sual verin, bəs 100% nə qədər olardı? Tapıram 40. Deməli, bu 40-sa bu da 50 olmuş olacaq da. Qadı getdi. Buna diqqət eləmək lazımdır. İndi deyərsən, mən digərlərinə niyə diqqət eləməli? Çünki mən nəyimə lazımdır? Burada bu arada kalsium karbonat tam parçalanmayıbdır. İstən onu da sənə deyim. Bax, 1 mol bundan da 1 mol da bundan alınmır karbon qazını. Deməli, 0,1 də buradadır. Toplam 0,4-dür. Deməli, yerdə qalan karbon qazı kalsium diotin parçalanmasına alınıbdır. 1 mol bundan alınanda 100 qram parçalanırsa kalsium diotin emeri 100-dür. 0,4 ölçəndə bundan 30 parçalanmalıdır. Deməli, kalsium karbonat tam parçalanmayıbdır. Onda 30 qram parçalanıb, 60% parçalanıbdır. Yerdə qalan 20 qramı nədir? Parçalanmayıb. Bu belə bir sual. Diqqətli olaq uşaqlar. Davam eləyən növbəti 4-cü sualla. Doymuş bir əsaslı alifatik karbon turşusu veribdir bizə. X-li anhidridinin molekulun atomlarının sayı. Uşaqlar biz demişdik ki, doymuş bir əsaslı karbon turşularına bir dənə qarışqa turşusu molekul daxili dehidratlaşırdı. Əgər yadınızda qalıbsa, qatı sulfat iştirakında uşaqlar. Molekul daxili dehidratlaşırdı. İçərisinə su çıxırsınız da uşaqlar. İçərisindən su çıxırsınız. HOH çıxırsınız. Yerdə nə qalır? CO qalır da. Bu dəm qazının laborator alınma təyini. Amma digər karbon turşuları molekullar arası dehidratlaşır. Məsələn, sirkə turşusu xatırlayırsınızmı? Sirkə turşusunu biz götürürdük 2 mol. Bu bir dənə nümunə kimi deyim sizə, sonra izahlarını başa düşərsiniz. P2O5 iştirakında. P2O5 su uducudur orada uşaqlar. Deməli, CH3, COH belə yazırdıq. Sonra CH3, COH, daha doğrusu belə OH-ları bir tərəfə yazın. OH, deməli, belə. P2O5, burada bilirsiniz, OH çıxırdı. OH əmələ gəlirdi su. Bir də nə edirdi uşaqlar? Yerdə qalanları birləşdirirdi bir-birinə. CH3C, O, CH3C, deməli O, bir dəqiqə, belə. CH3C. Bu uşaq nə idi bizə? Sirkə anhidridi idi. İndi biz turşunun kim olduğunu bilmirik. Ona görə mən turşunu belə yazıram. CN, H2M plus 1, C oksigen OH. 2 mol götürürəm. Çünki molekullar arası dehidratlaşır. Bu formada yazdıq mı? P2O5 iştirakında. Buradan OH, buradan H çıxır. Əmələ gəlir su. Və yerdə qalanları birləşdirəcəm bir-birinə. CnH2n plus 1, C oksigen O. CnH2n plus 1, C deməli oksigen belə. Aşağılar. Burada indi atom, əvvəlcə bu formulu biraz daha səliqəli yazaq. Fikir və CnH2n plus 1, CO burada da var, burada da var. Bunu belə yaza bilərəm də. CnH2n plus 1, CO-dan 2 dənədir. Bir də oksigen var əlavə burada. İndi burada atom sayını tapıb 19-a bərabər eləyəcək. Deməli, burada nə qədər atom var? N üstə gəlinsin. 2N plus 1 hidrogendir. Karbon bir dənədir, oksigen də bir dənədir. Onu da vururam 2-yə, üstə gəlirəm 1, bərabər eləm 19-a. Bu da mötəzəni hesablayaq. Deməli, 3N plus 3 vurulsun 2, üstə gəl 1 bərabərdir 19. Deməli, 19-dan 1 çıxıram 18, 3N plus 3 bərabərdir. Deməli, 3n plus 3 vur 2 bərabərdir 18, 3n plus 3 bərabərdir 18-i 2-yə böləm 9, 3n bərabərdir 6, n də bərabərdir uşaq, n də bərabərdir neçə eləyəcək? Deməli, 9, n də bərabərdir uşaq 2. N-i tapdıq 2. Deməli, bizim turşumuz kimdir? C2H5 COH-dır. Tərkibində 3 dənə karbon varsa, uşaq, bu turşuya biz kim deyəcəyik? Propan turşusu. 4-cü sualda olacaq, deməli, A variantı, diqqətli olaq. Amma 3-cü suala cavab nə dedim? Yəqin A demişəm də, hə. Bax belə. Gələk növbəti 5-ci suala. Görək 5-ci sualda nə edəcəyik? 5-ci sualda bizə metal nitratlarının parçalanması verilib. Siz fikir verirsiniz, uşaqlar, burada 3 dənə maddə alınıbdır. Və təsdiqdən belədir ki, bunların hamısında proses nəticəsində parçalanma zamanı uşaqlar, deməli, həm gümüşün, həm misin, həm digərlərində parçalanma nəticəsində bizdə 3 dənə maddə alınıb. Uşaqlar, burada gəlin bir-bir yazaq, baxaq, bizim başqa çarəmiz yoxdur. Gümüş, NO3, indi mən orada biraz məntiq işləyəcəm, indi əvvəl yazaq sonra. Pasiv metallar, metal, NO2, bir də O2-yə parçalanır. Bunu şifayə misallaşdıra bilərik bu arada. Burada gümüşlər bərabərdir, azot burada 2 dənə gətirib 2 yazıram. Oksigen burada 6 dənədir, 2-ni 2-yə vururam 4, burada 2, deməli. Bu arada uşaqlar, mən gümüş nitratı mən səhv qeyd eləmişəm, gümüş nitrat elə yazılmır. Gümüş nitrat, gümüş 1 nitrat. Gümüş NO3. Gümüş NO3 nəyə parçalanır? Gümüşə,
Deməli, NO2-yə, bir də O2-yə. Yazdıq mı belə? Uşaq, bunu şifa əmsallaşdıra bilərsən. Onsuz da testdən eynirsən. Bax, gümüşlər bərabər, azotlar bərabər. Oksigen burada 3 dənədir. Oksigen burada 3 dənədir. Burada isə 2, burada 2, 4. Demək, gətir burası 0,5 yazsan problem deyil. Hə, istəyirsən burada hər tərəf 2-yə də vura bilərsən. Məncə ehtiyac yoxdur. Bir qazlardan birinin mol miqdarı digərindən 4 dəfə çoxdur. Uşaqlar, burada bunun mol miqdarı 1-dir, bu da 0,5-dir. 1 0,5-dən neçə dəfə çoxdur? Uşaqlar, 1 0,5-dən. Məncə 2 dəfə çox olmalıdır. 2 dəfə çox. Deməli, A variantı. Bu birinci olmayacaq. Gəldirəm uşaqlar. Deməli, burada bizim x-imiz, belə deyək də, gümüş ola bilməz. Bu getdi. Bir mümkün deyil 5-ci sualda. Gəldirəm indi ikincisinə. Mis 2 nitratın parçalanması yazıram. Mis 2 nitrat nəyə parçalanır? MiSO-ya, NO2-yə, bir də O2-yə. Burada 2 azotla gətirib bura 2 yazıram. Oksigen 6 dənədir. Gəlirəm bura 2-ni 2-yə vururam 4. Bu da 1, 5. Uşaqlar, bu da 2, 7. Deməli, oksigen çoxdur burada. Gətirib bura 0,5 yazıram. Uşaqlar, fikir verirsə, istəyən hər tərəfi 2-yə vur. Hər tərəfi 2-yə vuranda nə olur? 2, mis, NO3 2 dəfə. Alınır 2 dənə MiSO, 4 dənə NO2, 1 dənə də oksigen. Fikir verirsənmi? Bax, 4 NO2, 1 oksigen və bizim istədiyimiz şərt ödənir. 2-ni götürəcəyik uşaq, 2 dəqiqdir. İndi gəlirəm növbəti üçüncüsünə. Yəni uşaq, bizim x-imiz MiSO ola bilər. Gəlirəm növbəti. Alüminium nitratın parçalanması yazıram. Alüminium nitrat nəyə parçalanır? Alüminium 2, O3, NO2, bir də O2. Burada alüminium 2 dənə gətir bura 2 yazıram. Azot burada neçə? 3 burada 2-yə vur. 6 gətir bura 6 yazıram. 3-ü 3-ə vurdum, 9 2-yə vurdum, 18. Görə burada nə də oksigen var? 3 dənə burada, 6-nı 2-yə vurdum, 15. 15 o da 3. 18, deməli 12 o da 3. 15 uşaqlar. 15 üstə necə gələn 18-ə? 3 gələndə. Deməli buraya gətirib nə yazıram? 1,5 yazıram. Həqiqətən də 6 1,5-dən uşaq 4 dəfə çoxdur. 6-nı bölə 1,5-ə, həqiqətən 6-nı 1,5-ə bölə 4 edir. Hə, ürəyində qalsa hər tərəfi 2-yə vur. Hər tərəfi 2-yə vuranda nə edir? 2 alüminium NO3 3 dəfə. Alınır 2 alüminium 2 O3. 12 NO2 uşaqlar üzərinə gəlinsin 3 dənə O2. Sən fikir verirsənmi? Bu 12-dir, bu da 3-dür. 12 3-dən 4 dəfə çoxdurmu? Bəli, uşaqlar. Bax, 3-ü də götürərsiniz. Gəldi nəhayət 4-cüsü uşaqlar. 4-cüsünü burada yazaq. Deməli, civə nitratın parçalanması. Civə nitrat nəyə parçalanır uşaqlar? Civə 2 nitrat. Civəyə, NO2-yə, bir də O2-yə. Əmsallaşdıraq, deməli, burada 2 azotla gətirib bura 2 yazıram. Uşaqlar, burada oksigen 6 dənədir, burada 6 dənədir, problem yoxdur. Burada 2 dəfə çoxdur uşaqlar, bunu götürməyəcəyik. Ən nəhayət sinko, uşaqlar, heç sinkonu yazmasan da olar. Niyə? Çünki miso ilə sinko eyni şeydir. Çünki sink nitratda parçalanır, eyni cür parçalanır. Sink O-ya, NO2-yə və O2. Eyni şeydir uşaqlar, sadəcə misin yerinə sink qoyubdur da, eyni mahiyyətdir. Yəni, burada belə deyək də, bizdə bu olacaq 2, bu olacaq 2, bu olacaq 4, bu da olacaq 1. Bəli, uşaq, bunu da götürərsən. Cavabımız B variantı olacaq 5-ci sualda. Gələ 6-cı sual. 6-cı sual əsas turşu reaksiyasıdır. Uşaqlar, əsas turşu reaksiyasında biz nəyə diqqət eləməliyik? Alüminium OH-sinin üzərinə sən 1 mol da H-klor gələ bilərsən. 1 mol H-klor gələndə bilirsən də, uşaqlar, burada neçə dənə OH var? 3 dənə OH var, 1 dənə H var. Aydın məsələdir ki, burada əsas duz əmələ gələcək. H burada OH-ın birini götürəcək. Əsas turşu reaksiyası bizim YouTube kanalında izahı var. Dərs izahlar playlistindən keç, ətraflı öyrən. Alüminium OH2 flor. Uşaqlar, əgər 1 mol su alınıbsa, deməli bizim N3-ümüz nəyə bərabərdir? 1-ə bərabərdir. Ondan sonra gəlirəm növbəti. Alüminium OH3 üzərinə gəlinsin, uşaqlar, 2 mol H-klor gəlirəm. Burada neçə dənə OH var? 3 dənə OH, 2 dənə H. Yenə əsas duz əmələ gələcək. 2 dənə H-dan 2 dənə OH, 2 dənə su eləyəcək. Və yerdə nə qaldı? Alüminium OH, klor 2 dəfə. Deməli, uşaqlar, 2 mol su əmələ gəlsə, bizim bu N-imiz nəyə bərabərdir? 2-yə bərabərdir. Və ən nəhayət, alüminium OH üzərinə gəlsin, 3 dənə H olur. Uşaqlar, burada 3 dənə H-dan 3 dənə OH nə eləyəcək? 3 dənə su eləyəcək. Və yerdə nə qaldı? Alüminium klor artıq normal duz neytrallaşır. Uşaqlar, burada 3 dənə OH var, 3 dənə də H var. Və qardaş, burada N2-miz nəyə bərabərdir? Uşaq 3-ə bərabər. Qurtardı getdi. Deməli, N2 böyükdür N1-dən, o da böyükdür N3-dən. 6-cı sualda cavabımız olacaq A variantı. Gələk 7-ci suala. 7-ci sualda uşaqlar, görək söhbət nədən gedir? Birinci növbədə, deməli, burada heç nə bilmirəm. Bir dənə baxım görüm nə deyirəm. Bir dəqiqə baxım görüm. Məlum olan bir yerdən gedək də. Buradan gedə bilərik. C4H10-dan gedə bilərik. Uşaqlar, C4H10 bilirik ki, alkanların sənayedə oksidləşməsindən, deməli, biz alırıq karbon turşuları uşaqlar. Demişdim, tərkibində 4 dənə karbon varsa 2-yə böl. Tərkibində 2 dənə karbonla turşu kimdir uşaqlar? Sirkə turşusudur da.
Sirkə turşusu CH3, deməli COH, bir də nə alınır? Deməli su alınır. Qardaş, deməli bizim el maddəmiz, bizim elimiz sirkə turşusudur. Uşaqlar, biz sirkə turşusunu almaq üçün hansı maddənin üzərinə CO gəlməliyəm? Heç nəyə CH3, COH-dan CO da çıxsan olar. Qalır CH3, OH. Bilirsiniz də, bu sirkə turşusunun xüsusi alınma üsulu. Bu CH3, OH-dur uşaqlar. Və bu nüansa fikir verməlisən. Artıq Z-də getdi. Gəlirəm indi ilgi tapmalıyam. Qardaş, bu da məsələ bilirsən nədən ibarətdir? Bax, burada ümumiyyətlə bu testi yazmaq üçün gərək şagird reaksiyalı əlini kim bilməlidir. Sən fikir verirsənsə, bu X bilmirəm kimdir. Onun üzərinə natrium OH gəlibdilər. Bir deməli, belə deyək də, spirt alıbdılar. Bir də alınan kimdirsə, üzərinə belə deyək də, turşu gəliblər. Və alınan maddə mis OH-ilə reaksiya edibdir və karbon qazı alınıbdır. Bu artıq əslində qalanda bu bizə biraz işarə verir. Yəni bu qarışıq, bu bizə T maddəmiz qarışqa turşusu. Çünki qarışqa turşusu həm gümüş güclü reaksiyasında, həm də mis OH-la oksidləşəndə bizə karbon qazı verir. İndi bizim X-imiz kimdir? X-imiz uşaqlar mürəkkəb efirdir. Özdə hansı turşunun mürəkkəb efiridir? Qarışqa turşusunun. Bax, HCO CH metil formiyyatlar uşaqlar. Onun üzərinə mən natrium OH gəlirəm. Bunu buradan kəsirəm, spirtə H verirəm. Alınır CH3, bir də yerdə nə qaldı? HCO natrium uşaqlar. Bax, gördünüzmü? Alınır qarışqanın duzu. Və uşaq, bu bizim Y maddəmizdir. Y maddə. Deməli, uşaq, Y-imiz kimdir? HCO natriumdur. Bunu bilmək lazımdır. Ondan sonra, uşaq, həqiqətən də biz qarışqa turşusunun bilirik ki, duzların üzərinə qüvvətli turşu gələn zaman onu duzundan çıxarıram. Alıram natrium hidrosülfat, bir də ki, uşaqlar, HCOH alıram. Bu da mənim T maddəmdir, uşaqlar. T maddəsidir. Deməli, bizim T maddəmiz da yazmışam burada. Və həqiqətən də qarışqa turşusu bizdən aldehid qrupu var. Aldehid qrupu olduğu üçün o aldehidlərə xarakterik olan gümüş güclü reaksiyasına və mis OH-ın oksidləşmə reaksiyasına daxil olur. Reaksiya nəticəsində nə alırdı? Mis 2O, su, bir də karbon qazı. Bəs salam uşaq, hər şey bəllidir. X-imiz də bəllidir. X-imiz deməli HCO, CH3-dür. Yazır ki, Y-dən T-nin alınması oksidləşmə reduksiya reaksiyasıdır. Y-dən T-nin alınması. Görə Y-dən T hanı? Y-dən biz T alırıq. Uşaq, xeyr, Y-dən T-nin alınması oksidləşmə falan deyil. Və burada da Y-dən T-nin alınması. Burada kim dəyişir? Heç kim dəyişmir. Müsbət 1, deməli, bu da natriumda müsbət 1. Şu əsas turşu reaksiyasıdır. Daha doğrusu, duz turşu reaksiyası. Burada heç kim dəyişmir. Karbonumuz burada neçədir? Karbonumuz burada deməli müsbət 3-dür. Elə deyilmi? Karbonumuz burada, yox, müsbət 2-dir, üzr istəyirəm. Bir dəqiqə baxın, mənfi 4 uşaqlar. Mənfi 4, o da müsbət 2 edir. Mənfi 2, karbonumuz burada nə olmalıdır uşaq? Karbonumuz burada müsbət 2 olmalıdır. Eyni qayda ilə, səhv eləmirəmsə, burada da karbon, mənfi 2, mənfi 2, karbon burada da müsbət. Heç kim dəyişmir uşaqlar. Burada küçürdüyümüz müsbət 6-dır, burada da müsbət 6-dır. Deməli, bu söhbət səhvdir uşaqlar. İlkdən T-nin alınması, deməli, ORL falan deyil. Z-dən elin alınması. Z nə idi? Z hanı? Z-dən elin alınması bir oksidləşmə reduksiya reaksiyasıdır. Baxaq. Z-dən elin alınması. Uşaq, deməli, Z-dən eli alıramsa, CH3, deməli, OH-ın üzərinə mən nə gəlirəm? CO gəlirəm, alıram CH3, COH alıram. Burada fikir verirsənsə, bu müsbət 1-dir, bu mənfi 2-dir, bu müsbət 1-dir. Uşaq, karbon cəbrizəm sıfırlanması necə olmalıdır? Karbon olacaq burada mənfi 2. Çünki uşaq, 3-ün üstünə mənfi 2 gəlir, müsbət 1 eləyir. Bu da müsbət 1, müsbət 2. Sən fikir verirsənsə, artıq burada mənfi 2 olmaq üçün sıfırlanmalıdır. Bu mənfi 2-dir, bu neçədir uşaqlar? Müsbət 2-dir. CH3 OH-da bu müsbət 1-dir, bu mənfi 3-dür, bu müsbət 1, mənfi 2, mənfi 2, karbon burada müsbət 3-dür. Uşaq, fikir verin, karbonun biri mənfi 2-dən mənfi 3-ə gəlir, biri də deməli müsbət 2-dən müsbət 3-ə gəlir. Görsənmi? Biri artır, biri də neyniyir? Deməli azalır. Mənfi 2-dən mənfi 3 azalmadır, müsbət 2-dən müsbət 3 nədir? Artmadır uşaqlar. Deməli, ikinci ifadəmiz burada doğru olmuş olacaqdır. Gəlirəm növbəti. X və L izomerdir. X-lə L. X-imiz, bax, deməli, HCO, CH3-dür. L-imiz də ki, uşaqlar budur. Bəli, həqiqətən bu. Biz də doymuş bir əsaslı karbon turşuları ilə mürəkkəb efirlər izomerdir. Çünki bunların tərkibində eyni qədər karbon, eyni qədər hidrogen var. Ən nəhayət gəlir. Y maddəsi gümüş güzgüyə daxil. Y maddəsi kimdir? Qarışqa turşusu. Bəli, qarışqa turşusu və onların duzları gümüş güzgüyə daxil olur. Səbəb aldehid qrupudur, uşaqlar. Səbəb aldehid qrupudur. Bilirsiniz ki, burada alınır 2 dənə gümüş, bir də uşaqlarına alınır, deməli, oksigeni at vura, alınır, deməli, natrium hidrokarbonat, natrium HCO alınır. Deməli, uşaq, bunu götürəcəyik.
Ən nəhayət X və L molekulunda polyar kovalent rabitələrə sahib bərabər uşaq 2, 3, 4 daha doğrudur deyə testimizin cavabı çıxdı. İndi digərinə də baxaq. Deməli bizdə nə istəyirdi? X və L. X-imiz kimdir? Budur. Bir də L-imiz də budur. Görək polyar kovalent rabitənin sayını. Uşaq polyar kovalentlərin müxtəlif arasında. Baxaq burada neçə dənə polyar var. 3 dənə C ilə H arasındadır. Bir dənə burada 4 dənə, 5, 6, 7, 8 dənə uşaqlar burada polyar kovalent rabitə. Gəlirəm sirkə turşusuna. Sirkə turşusundan uşaqlar görək neçə dənə polyar kovalent rabitə var. Deməli, sirkə turşusunda baxıram. 1, 2, 3, deməli 4, 5, 6, 7 dənədir. Uşaq bu səhv. Gördüyünüz kimi yalan oldu. 7-ci sualda. Uşaqlar, indi keçək 8-ci suala. 8-ci sualda nə edəcəyik? Deməli, uşaqlar, reaks daxılı maddələr veribdir. Deməli, alfa-tik doymuş bir əsaslı karbon turşusu, bir də alfa-tik doymuş bir atomlu spirtdir. Molekul hidrogen atomlarının sayı birində A-dır, birində A+4-dür. Kütlələrini veribdir, bir də alınan efirin kütləsi təqdim olunubdur. Uşaqlar, mən birinci növbədə sizə bir şey demək istəyirəm. Efirləşmə reaksiyası. Məsələn, götürək. Elə belə bunu nümunə olaraq yazıram bu arada. Üzərinə gəlirəm. Məsələn, metil spirti, turşudan OH, spirtdən H çıxır. Alınır CH3CO, CH3, bir də su. Demək uşaq, mən bunu belə yaza bilərəm. Karbon turşusu, üzərinə gəlinsin spirt, alınır mürəkkəb, efir, bir də su. Karbon turşusunda nə qədər hidrogen var uşaqlar? A qədərdir. Spirt də A+4-dür. Suda neçə hidrogen var? 2. Burada da sol tərəfdəki A ilə A+4-ü cəmləyirəm, çıxıram 2-ni. Yəni burada efirdə neçə hidrogen var? 2A+4-dən 2 çıxıram, nə qalır? 2A+2 qalır. Deməli, mənim efir molekulumda 2A+2 qədər hidrogen var. Bilirsiniz də həm deməli, mürəkkəb efirlərin, həm də ki, deməli, karbon turşularının formulu eynidir, ümumi formulu. CnH2 NO2-dir. Uşaqlar, burada 2N-i bərabər eləm 2A+2-yə. 2N bərabərdir 2A+2. Buradan da N-i tapıram A+1. Gətirib qoyuram yerinə Ca+1. Hidrogen nə olacaq uşaqlar? 2A+2, O2. Bu bizdən mürəkkəb efirin formuludur uşaqlar. Bu mürəkkəb efirdir. Gəlirəm indi turşu. Turşunun da formulu eynidir. CnH2 NO2-dir. Burada isə 2N-i nəyə bərabər edirəm? Hidrogen sayı A-dır da. 2N-i bərabər edirəm A-ya. Buradan da N-i tapıram. 0,5 A. Yerinə qoyuram. 0,5 A, deməli, hidrogen A, oksigen də 2. Bu da bizə uşaq kimin formulu? Turşunun formulu. Bu mürəkkəb efir, bu da turşudur. İndi uşaqlar, nə edirəm? Nə edirəm? Bax, belə deyək. Qabaqda bu mənə lazım deyil. Bu artıq bizə lazım deyil. Bunu bir də belə yazıram. Karbon turşusu, karbon turşu formulu bəllidir. C0,5 A, H, A, O2. Üzərinə gəlsin, spirt elə belə yazıram, şərt olaraq yazmaya da bilərdim. Ca+1 hidrogen 2A+2 O2 plus su. Şu an bunun kütləsi 40,8-dir, bunun kütləsi 24-dür. Bunlar hər birinin emerini tapaq. Bunun emerini tapanda 0,5 A-nı 12-yə vuranda edir 6A üstə gəlinsin, A-nı 1-ə vurdum, A üstə gəlinsin 32. Bunun emeri eləyəcək 7A üstə gəl 32. Belə bunun emerini tapaq. Efirin A+1-i vuraq 12-yə. 12A üstə gəl 12, üstə gəl 2A+2-ni vuraq 1-ə və üstə gəl 32. Bunları cəmləyək. 14A üstə gəlinsin, deməli 46. Daha doğrusu 14A, 14A üstəyə 46. İndi burada nə indi uşaq? A-nı tapmaq lazımdır. İndi sadələşdirdə sizə bunu 10-a vura, bu 240 olsun, bu da 408 olsun. Bunların hər ikisini nəyə bölək? Əvvəlcə belə 8-ə, 8-ə bölünür. Bu eləyir 30, bu deyilir 51. Biraz sadələşdirdə bunu da 3-ə bölək. Eləsin 10, bu deyəcək 17. Biraz sadələşdir, fikir ver. İndi kənar həddən asılı, orta həddən asılı bər. 10-u vuraq 14A plus, deməli 46-ya. Eləyəcək 140A üstə gəlinsin 460 bərabərdir 17-ni vuraq 7-yə 17 vur 7 119A üstə gəlinsin 17-ni vuraq 32 elir 544 uşaqlar 544. Burada da deməli 140-dan çıxıram deməli 119-u qalır 21A bərabərdir 500 deməli 544-dən çıxıram 460-ı qalır deməli dəqiqə 544 çıxılsın uşaqlar 544 çıxılsın hədə 460 460 qalır 84 uşaqlar 84 buradan A-nı tapıram 4 gətirib yerinə qoyuram A-nın yerinə 4 qoyuram olur C5 H deməli 4-ü 2-yə vurdum 8 o da 2 10 o 2 efir molekulunun atomlarının sayını soruşub 5 üstə gəl 10 üstə gəl 2 eləyəcək 17. Cavabımız orada C variantı 8-ci sualda.
Bizə 9-cu suala, 9-cu suala görə söhbətdən gedir. Uşaq bizə duz veribdir. Hidroliz mərhələsinin sayı da adı, dissosiasiya mərhələsi sayı da adı. Yəni bərabərdir də. Uşaq bir ki normal duzdur. Bunlar hamısı normal duzdur. Bu arada bunlar hamısı bir mərhələdə dissosiasiya edir. Hamısı. Bax ferin klor bir dənə ferimə, iki dənə xlora. Hamısı bir mərhələdə dissosiasiya edir. Bir dənə əsas mərhələ tapmaq lazımdır uşaq. Bunlardan hansı bir mərhələdə hidroliz edir? Kim həqiqət hidrolizin dərs izahını bilmirsə, getsin bizim YouTube kanalı dərs izahına baxa bilər. Dərs izahları playlistinə keçsən, orada izahına baxırsan. Ferin klori ki, bilirik ki, zəif əsas və güclü turşdan əmələ gəlibdir. Burada bilirsiniz ki, hidroliz kimə görədir uşaq? Dəmir müsbət 2-yə görədir. Yəni zəif əsasın kationuna görədir. Və mərhələ sayıda uşaq deməli 2 mərhələdir. Bilirsiniz də, kationun belə deyək də valentliyi qədərdir. Ona görə bu olmayacaq. Gümüş enoid də eyni qayda ilə. Gümüş enoid uşaqlar zəif əsas və güclü turşdan əmələ gəlibdir. Ona görə hidroliz uşaqlar gümüş müsbətə görə olacaq və burada gümüş bir valent olduğuna görə mərhələ sayı birdir. Zaten hamısının dissosiasiya bir mərhələdir uşaqlar. Hamısı bir mərhələdir. Plus hidroliz mərhələsi də birdir. Gəlirəm CH3, CO, natrium. Bilirik ki, zəif turşu qüvvətli əsasdan əmələ gəlibdir. Təbii ki, burada mərhələ sayda deməli turşu kationun valentliyi qədər olacaq. Deməli bir mərhələdədir. Bunu da götürəsən. Amma uşaq bunu götürməyəsən. Nəyə görə? Çünki bu natrium 2 CO3 uşaqlar güclü əsas zəif turşudan əmələ gəlibdir. Burada hidroliz deməli zəif turşunun anionuna görə olacaq. Bu da CO2 valent olduğu üçün bu 2 mərhələdə olacaq. Get dərs izahına bax. Ona görə burada cavabımız olacaq 2, 3, yəni B variantı olacaq 9-cu sualda. Diqqətli olmaq lazımdır. Gələk 10-cu suala. Reaksiyaya daxil olan X, Y və Z maddələrini müəyyən edin deyir. Uşaqlar, burada nəyə diqqət eləməlisiniz? Yəni, burada məsələn, tutalım X həm hidrogenlə, həm oksigenlə getməlidir. Y həm su ilə, həm hidrogenlə getməlidir. Z həm oksigenlə, həm də su ilə getməlidir. Bax, bu nüanslara diqqət eləmək lazımdır. Və burada biz əgər X-i karbon götürsək, karbon bəli, həqiqətən də hidrogenlə də yaxsa da CH4 verir, oksigenlə də CO2 verir. Amma xlor götürsək bəs, bizim əgər Y-imiz xlor olsa, xlor hidrogenlə də gedir, su ilə də gedir. Amma mis olmayacaq. Pasiv metalın nə özü, nə oksi su ilə getmiş alıb. A variantı ona görə gedir. B variantı bəli, yenə də C plus H2 bizə nə verir? Verir CH4. Ondan sonra C plus O2 reaksiyası bizə nə verir? CO2, əla. Ondan sonra xlor götürürəm. Xlor H2 plus xlor 2 bizə nə verir uşaqlar? Deməli, verir bizə H xlor. Həmçində xlor plus su reaksiyasından biz nə alırıq? Xlorlusa, əgər su soyuqdursa, xlorlu su alır. Əgər qaynar olsa, bura 3 olacaq. Ondan sonra, həmçinin də uşaqlar, kalsiumda bilirsiniz, oksigenlə də reaksiyaya daxil əmələ gəlir kalsiumu. Həmçində kalsium plus su reaksiyasından biz nə alacaq? Kalsium OH2 alacaq uşaqlar və bir də hidrogen alacaq. Ona görə testimizin cavabı B variantı olacaq 10-cu sualda. Gələk 11-ci suala. 11-ci sualda deyir ki, molekulunda 15 dənə sigma rabitə olan doymuş monoamin molekulunda polyar kovalent rabitələrin maksimum sayını tapın. İnşallah ilk öncə bunun mən sizə bir dənə qaydasını deyəcəm. Ümumiyyətlə biz demişdik o vaxt ki, aminlərin ümumi formulu CNH2 plus 1 NH2-dir. Ümumi şəkildə belə yazılır. Məsələn, gəl bir dənə amin yazalım. C2H5 NH2. Mən sizə sadəcə düstur çıxardacağım bir dənə. Oradan yola çıxacaq. Deməli, biz burada nəyə diqqət edirik uşaqlar? Burada rabitə sayılarını məsələn, polyar və qeyri-polyarla gedirik. Polyar rabitəmiz C ilə H arasındadır. 1, 2, 3. Ümumiyyətlə, polyar rabitə hidrogenlər ümumi saya bilərsən. Ümumi saya bilərsən polyar rabitə deyəndə. Hidrogenlərin sayı. 2M plus 1, bu da 2. Polyar hidrogenlərin sayı 2M plus 1. Bir də uşaqlar, üstünə 1 gələrsin C ilə N arasında xətt. Və olacaq 2M plus, deməli 4. 2M plus, 4 elətdə 2M plus demək 2M plus burada 2M plus 4 edir. Bəs qeyri-polyar nə qədərdir? Qeyri-polyar karbon sayının bir dənəsidir. N-1. Bunlar cəmliyək 3N deməli üstə gəlinsin. 3 bərabərdir 15, 3N bərabərdir 12, N də bərabərdir 4. Demək uşaq, bizim aminimizdə 4 dənə karbon var. İndi burada məsələdən ibarət. Uşaq, bizə deyir ki, polyar kovalent rabitələrin sayı maksimum. Əgər polyar kovalent rabitələrin sayını maksimum istəyirsənsə, burada CN xəttini çox eləməlisən. Yəni, bunu üçlü amin kimi yazmalısan. Əvvəlcə bir dənə N yazırsan, bax belə. Bir dənə karbon bura qoysan, birini bura qoysan, birini bura. Elə deyil. Belə yazanda uşaq, CN xəttləri polyar xəttləri daxil. Gəl bunu eləyək CH3, bunu elədik CH3, bunu da eləyək CH3, yaradaq mı belə CH3. Bu 2 dənə karbon burada var. Bizim 2 dənə karbonumuz qaldı. Da bunu başqa çarəm yoxdur. Bunu da belə yazıram. Etil kimi yazıram. Gördün mü? Bu şəkildə. İndi burada xəttləri say, görənə qədər polyar var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə.
Testimin cavabı olacaq 11-ci sualda B variantı. Gələk 12-ci suala. 12-ci suala görə söhbət nədən gedir? Deməli, bizə uşaqlar mis SO4 deməli, kristal hidrat üzərinə su gəlibdir, məhlul alıbdır. Onun deməli, istilik effektim isə X veribdir. Sonra mis SO4 plus 5 molsa kristalın əmələ gəlməsini 77.5 veribdir. Belə uşaqlar. Yəni yazır ki, 960 qram mis SO4-ün suda tam əlim olsun, 396 kilo istidarəsi X hesablayın. Deməli, qardaş, bu sual HES qanununa verir. HES qanununa əsaslanır bu sual. Birinci növbədə yazaq, mis SO4 üzərinə gəlinsinsə, əgər biz tam bunu suda həll etsə, nə alacaq? Məhlul olacaq da proses nəticəsində məhlul. Və mənə deyir ki, uşaqlar, bunun 960 qramı suda həll olan zaman 396 kilojon enerji alır. Mis SO4-ün emeri 160-dır. Bəs 160-a nə qədər olardı? A deyirəm. Buradan da A-nı tapıram. Görək neçə ilə bizi deyir. Buradan A-nı tapanda 160-ı vururam 396-ya, bölürəm 960-a, edir 66. Deməli, uşaqlar, bu reaksiyanın istilik effekti 66 kilojoule. Gəlin, bunları mən sizə bir şey xatırlatmaq istəyirəm. Əgər yadınızda qalıbsa, mis SO4 üzərinə gəlinsin su, bərabərdir nə alınır? Məhlul, plus nə yazıram? 66 kilojoule. Sonra mis SO4, deməli 5 mol su, üzərinə gəlinsin su, alınır yenə məhlul. Bir də burada nədir? Bura X-dir. Mis SO4 üzərinə gəlinsin 5 dənə su, alınır mis SO4 5 mol su və bunun istilik effekti də 77.5-dir. Uşaqlar, fikir verirsinizsə, bu topluda da belə suallar var. Mən sizə demişdim də, əsas mərhələ tapmaq. Sağ tərəfi eyni olandan biri 100% əsasdır. Məhlul. Bunlardan biri əsasdır uşaqlar. Bəs onu nətər tapırıq? Hansının əsas mərhələ olduğunu növbəti tənlindən tapırıq. Növbəti tənliyin məhsulu hansında varsa o əsas ola bilməz. Əsas mərhələ heç bir mərhələdən asılı deyil uşaqlar. Və yaxud da ki, həqiqətən bu mərhələ ilə, bu mərhələni toplasanız uşaqlar, bu mərhələ toplasanız, burada bir ixtisar gedəcək bunlar. Solda nə qalacaq? Mis SO4 üstə gəlinsin, su bərabərdir məhlul. Deməli, əsas mərhələ ilə bu mərhələdir uşaqlar. Və heç də demişdik ki, əsas mərhələ istilik effekti bərabərdir aradakıların cəminə. Yəni 66 bərabərdir, X üstə gəlinsin 77.5. Burada da 66-dan 77.5-i çıxıram, qalır mənfi 11.5. Deməli, testimizin cavabı olacaq mənfi 11.5, yəni D variantı 12-ci sualdır. Gələk 13-cü suala. 13-cü sualda görək nə edəcək uşaqlar 13-cü sualda. Deməli, 13-cü sualda bizə X və etandiol 1,2 və etanoldur. Deməli, etandiol 1,2 CH2OH, CH2OH, etilen glikol da uşaqlar. Bir də ki, etanol. Etanoldakı C2H5OH. C2H5OH. Bunların hər birinin atmir reaksiyasını yazıram. Hər birinin atmir. Bu C2H4OH2-dir. Üzərinə 2 mol natrium gəlirəm və alınır C2H4O natrium 2 dəfə. Bizə dəqiqə O natrium 2 dəfə plus hidrogen. Ondan sonra C2H5OH-ın da üzərinə natrium gəlirəm. Proses nəticəsində nə alıram? C2H5O natrium, bir də hidrogen. Buraya yazıram 0,5. Ay uşaqlar, deməli, indi biz burada nə etməliyik? Bunların maddə miqdarları eyni qədər götürübdür. Təbii ki, bunun 1 molundan 1 mol alınırsa, bunun 1 molundan 0,5 alınır. Deməli, burada M2 M1-dən böyükdürsə, uşaqlar, bu deməli, söhbət kimdən gedir? Bizim Y-imiz, deməli, etilen glikoldur, yəni etandiol 1,2-dir, X-imiz də bax budur. Və salam. Çünki uşaq bərabər mol götürüb də, bunun 1 moldan 1 mol alınır, bunun 1 moldan 0,5 alınır. M2 M1-dən böyük olduğu üçün, deməli, bu bizim etilen glikoldur, bu da bizdə etanoldur. Bu nüansa diqqət eləməlisin. Deməli, indi biz nə edəcəyik bundan sonra? Molekulunda pirabiti yoxdur. Uşaq, bunların heç birində pirabiti yoxdur. Heç birində pirabiti yoxdur. Çünki burada hamısı tərkibatla birləşir. Etil spiritini bilirsən ki, bu şəkildədir zaten burada. Bütün xətlərimiz sigmadır. Çünki doymuş bir atomlu, doymuş çox atomlu. Burada gördüyünüz üçün pirabiti yoxdur. Ona görə bu hər ikisinə aiddir. Glikozan qızqırmasına etil spirit alınır. C6H12O6 qızqıran zamanla alınır. C2H5OH, bir də karbon qazı alınır. Birisi 2 mol buna, 2 mol buna. Deməli, glikozan qızqırmasından alınan kimdir? Deməli, etil spiritidir. Yəni, bu bura gedəcək. Lafsan istehsalında tereftalla etilen glikol ikisi bir yerdə polikonnesləşərək bizdə bunu verir. Deməli, bu bura gedəcək. HNO üstə mürəkkəb efi verir, hər ikisinə aiddir. Çünki ikisi də spiritdir, fərqi yoxdur. Bir atomlu, çox atomlu. Məsələn, etilen glikolda 2 mol gəlirsən, HONO2,
Deməli, buradan OH, buradan H, buradan OH, buradan H. Nə alınır? CH2ONO2, CH2ONO2, bir də nə alınır? 2 mol su alınır. Eyni qayda ilə C2H5OH-ın da üzərinə nitrat turşusu gələn zaman buradan OH, buradan H nə alınır? C2H5ONO2 alınır. Yenə də mürəkkəb effekt. Deməli, bu da uşaq hər ikisinə aiddir. 13-cü sualda cavabımız olacaq. Görə hansı variantdadır uşaqlar? Deməli, bu da görsənlə D variantı. Fikir və 2, deməli, 1-ə getdi 2, 2-yə getdi 3, bu da 1. Uşaq fikir və bu variantdadır. D variantdadır cavabımız. Gələk 14-cü suala uşaqlar. 14-cü sualda bizə duzlar verildi. X flor, Y flor, bir də Z flor. Nisbi molekul kütləsi A-dır. A plus 16-dır, bir də A minus 16-dır. Deməli, ikinci, üçüncü dövrün qələm metal. Uşaq, ikinci dövr bir sənə bu kimdir? Litium, natrium, kalium uşaqlar. Litium, natrium bu ikinci dövrdədir, bu üçüncü dövrdədir, bu da dördüncü dövrdədir. İndi bunların emerlərini tapaq, bir-bir görək hansıdır. Deməli, uşaqlar, litium florun emerini tapaq, sonra natrium florun emerini tapaq, sonra bir də kalium florun emerini tapaq. Bunun emeri neçədir? Bunun emeri 7 plus, əsasında tapmaya bilərik. Burada fərqə baxmaq lazımdır. Burada fərqə baxmaq lazımdır. Bax. Litiumun kütləsi 7-dir, bu 23-dür, bu da 39-dur. Məsələn, bunun hansına A deyək? Hansına A deyək bunun? Tutalım ki, əgər biz belə deyək də, natriuma A desək, yəni 23-ə A desək əgər, A desək, 23-ə A desək, 23-ün üstünə 16 gəlsəm 39 alınır, 23-dən də 16 çıxsam 7 alınır. Deməli, şu məsələ həll olunmuşdur. Deməli, bizim X-imiz, deməli, X-imiz kimdir? X-imiz litiumdur. X-imiz, deməli, litiumdur. Yox, daha doğrusu natriumdur X-imiz. X-imiz natriumdur. Çünki həqiqətən, bax, 23-dən 16 çıxanda, 23-dən 16 çıxanda 7 qalır. 23-dən 16 39 edir. Deməli, bizim Y-imiz kaliumdur. Z-imiz də kimdir? Uşaqlar, litiumdur. Və salam, məsələ bitmişdir. İndi uşaqlar, burada məsələdə neysə, onsuz da zaten MR tapanda flor üstünə gələrsən. Gör nəyə məl aldım mən flor. Onsuz da burada metallara baxan tutma olur da söhbəti. Demək, gəlin yadımda salaq. Litium plus oksigen bizə verirdi litium 2 oksid. Natrium üstə gəlinsin oksigen bizə verirdi natrium 2O2 peroksid. Kalium üzərinə gəlinsin oksigen bizə verirdi kalium O2. Biz buna dedik, buna dedik biz peroksid, superoksid dedik. X plus O2 bərabər X2 O2 düz müdür uşaqlar? Bəli, doğru deyil. Y plus O2. Uşaqlar, Y-imiz kimdir? Kaliumdur, bu səhvdir. Çünki kaliumda kalium O2 alınmalıdır. Sonra sözdə yazıb ZNO2. Litium nitrat parçalanan zaman düzdür uşaqlar. Litium 2 NO2 O2 doğrudur. Kalium X-imiz kimdir uşaqlar? X-imiz natrium NO3-dür. Həqiqətən natrium NO3 parçalanan natrium NO2 O2 doğrudur. Beşincisi YNO3. Y kimdir? Deməli, Y-imiz kalium NO3-dür. O da parçalanan zaman kalium NO2 və O2 olmalıdır, səhvdir. Altıncısı Z bizdə, deməli, litiumdur. Litium üzərində oksigen, litium 2 olmalıdır, səhv. Doğru cavabımız 1, 3, 4 olacaq, deməli, C variantı. 14-cü, doğru deyil deyir. Doğru deyil dediyinə görə B variantı götürəcək. Elə doğrudur deyirik, yaşıldır. Keçək indi 15-ci suala. Deməli, uşaqlar, burada bizə reaksiya verib və reaksiyamızı yazaq. P plus natrium OH üzərinə gəlinsin su alınır pH 100 üzərinə gəlinsin. Duz heç yazmayaq. 4 mol fosforun 60 natrium OH məli reaksiyasında 1 mol qaz alınmış. Demək, burada 4 yazıram. Burada 1 yazıram. Və mənə deyir ki, X maddəsinin 1 molunda 1 mol fosfor atımı olduğu məlumdur. Demək, bizim bu duzumuz kimdirsə, onun tərkibində bir dənə fosfor var. 1 molunda 1 mol var. Aydın məsələdir, solda fosfor 4 dənədir, sağda da 4 dənə olmalı. Demək olar, bu X maddəsi kimsə, o 3 moldur. 3 moldur. Onun tərkibində natrium milyon faiz var. Fosfor bir dənədir. Oksigen də mütləq olmalıdır. Başqa çarə yoxdur. Bura 3 olduğu üçün bura 3 yazıram avtomatik olaraq. Çünki natriumları bərabərləşdirirəm. İnşallah, indi burada belə deyək. Əslində mən bunun şifahi cavabını bilirəm. Bu natrium H2PO2-dir. Amma belə tapılma qaydasını tapmağa çalışarıq. Görə nə tər edirik? Ümumiyyətlə, fosforun belə deyək də, turşuları bilirsiniz də, H3PO2-dir, H3PO3-dür, yəni da H3PO4-dür, o belədir. İndi bunlardan dənə-dənə yoxlayaq. Məsələn, tutam ki, mən bura 1 qoysam, 2 qoysam, 2 qoysam, fikir ver, 2 qoysam. Həqiqətən 3-ü 2-yə vuram, 6 eləyir. Oksigenləri bərabərləşmə gətirib bura 3 yazıram, fikir ver, 3, bu da 3, 6, fikir ver, düz gəlir. Plus hidrogenə tapa bilərsən. 3 dənə hidrogen burada, 6 dənə də burada. Elə denilsə elə 9 elədi mi? Deməli, bizə bu tərəfdə 9-dan olmalıdır. 3'ü var, 6 satmır. Deməli, bura H2 yazmalıyam. Tadı getdi. O birlər də heç yoxlamaya ehtiyac yox. Deməli, bizim duzumuz natrium H2PO2-dir. Natrium müsbət 1-dir, oksigen mənfi 2-dir, hidrogen müsbət 1, bura bir X qoyuram.
Müsbət bir üstə gəlsin, 2 üstə gəlsin, x bərabərdir. Daha sonra üstə gəlsin, üstə gəlinsin, -4 bərabərdir 0 və buradan x tapıram, müsbət 1 eləmiş olacaqdır bu sualda.